Salam uşaqlar, güvən sınaq 7-ni izah edirəm. Deyək ki, 7-də 3 hissəsi 21 olan ədədi tapın. 7-də 3 hissəsi, bunu qarışdırmamaq üçün belə yazım. 7-də 3x, biz bilmirik nəyin 7-3, bərabərdir 21. 21 ilə 3-ü ixtisar aparım, burada qalır nə? 7. Biz də belə onda çarpaz vura bilərik. 7-ni də 7-yə vuranda x bərabərdir 49. Cavab eləyəcək burada B variantı. Keçək ikinci sualdır. A ədədi B ədədinin 200% olarsa. Yəni, burada yazım A ədədi bərabərdir B vurulsun 200 bölünsün 100. 100 ilə 200 getdi, qaldı burada 2B. Yəni, A bərabərdir 2B. Bunu aldım. Sonra şərtdədir ki, B ədədi A ədədinin neçə faizi? B, A-nın neçə faizi böl 100 bərabərdir. A-nın yerinə nə qoyacağım? Yoxsa 2B almışam. Buraya yazım 2B vurulsun x bölünsün 100. Bu B ilə bu B getdi. Yəni, 2x bərabərdir 100, x də bərabərdir 50. Tam yazdım ki, başa düşəsiniz. Düzbucaqlı üçbucağın 30 dərəcə bucağın qarşısını kat et 12 isə hipotenuz, burada başqa şey soruşur. Deməli, buranı tutalım götürürəm 30 dərəcə bucaq. Bunun qarşısını bizə verib 12. Bunun qarşısı 12 isə deməli hipotenuz 24-dür də. Çünki 30 dərəcə bucaq qarşısında duran kat hipotenuzun yarısına bərabərdir. Onda median da nədir? Hipotenuzun yarısı burada düşür 12. Cavab B variantı. Deyir ki, şəkildəki düzbucaqlı tərəflərinə paralel xəttə çəkilmiş, kiçik düzbucaqlara bölünmüşdür. Rənglənmiş hissənin sahəsi çox həddi şəklində göstərir. Biz nə edəcək? Biz bu rənglənmişi soruşur da. Mən onda ümumi sayədən bu baş şəffaf olan hissəni çıxıram, bu qara olan hissənin sayəsini tapıram. Deməli, ümumi nə qədər? Bu 1, 2, 3, yəni 3 üzərinə gəl x. Bu tərəf oldu 3 üzərinə gəl x. Bu tərəfi nə oldu? 1 üzərinə gəlsin x, düzdürmü? Yəni, mən burada 3 üzərinə gəl x-i vururam 1 üzərinə gəl x. Bu da bərabərdir, vurub açırıq. 3-ü 1-ə 3, buradan yazın 3, üzərinə 3x-ə 3x, üzərinə gəl x, x-ə x kvadratı. Bərabərdir. Bu eləyəcək 3x üzərinə x gələm, eləyir 4x, üzərinə gəl x kvadratı, üzərinə gəlsin bu 3. Bu kvadratın sahəsidir. İndi gəl bu hissəni tapaq, bu rənglənməmiş hissə. 1, 2, 3. Buradan bu tərəfə oldu tərəfi 3. Bu da 1. 3-ü də 1-ə var nə qədər eləyir? 3. Düzdürmü? Demək, bu hissədə oldu sayısı 3. Mən bu hissəni də tapmaq üçün ümumidən, yəni bu tapdığımdan çıxıram 3-ü. 3-ün 3 getdi, yerdə qalır 4x, üzərinə gəlsin x kvadratı. Bu da verir bizə D variantını. Keçin növbəti suala. Bunun xırdalı 8, 2 vur 4 deməkdir. 4-dən çıxır 2, kök altında 2. Üzərinə gəl. 18, 9 vurulsun 2'dir. 9'un 3 çıxır 3 kök altında 2'dir. 2 ilə 3'ü toplam 5 kök altında 2'dir. 5'i sağlam kökün altına. 5 vur 2'dir axı. 5 üstü 2, yəni 25 vur 2. Bu da böyle kök altında 50. 50 də təxminən nəyin kvadratına yaxın? 7'nin kvadratına yaxındır. 7 tam nə qədərdir? Demək, tam hissəsi 7'dir. C variantı. Deyir, kvadrat təninin köklərindən biri 1 olarsa. Bura baxaq. x1 üzərinə x2 bərabərdir müsbət 5. Əks işarəni götürmüş, müsbət 5-ə bərabərdir. Köklərindən də birim verib 1. Gətirib yerinə qoyun. 1 üstə x2 bərabərdir 5. x2 də bərabər 5-dən də 1 çıxanda eləyəcək 4. Düzdür? Bu nədir? Bu isə hasildir. Yəni x1 vurulsun x2 bərabərdir. x1 neçə almışam? 1 almışam. x2 neçə almışam? 4 almışam. 1-i də 4-ə vuranda cavab eləyəcək D. 4 eləyəcək. İndi tənliqə x-i tap. Biz burada nə edirik? Biz burada y-i yox eləməliyik. Y-in sürəti neçədir burada? 3. Demək, hər tərəfi yuxarını 3-ə vuram. 3 buru 3 elə, 3 elə, 3-ü də 5-ə 15 elə. İndi tərəf-tərəfə çıxaq. Demək, bundan bunu çıxanda, 3-dən 2 çıxanda 1 bölünsün x qalacaq. Bundan bu gedəcək. 15-dən də 13 çıxanda bərabərdir. 6-da 2 qalacaq. Bizdən x-i tapdı. X bərabər tərsinə. 6 bölünsün 2, bu da verəcək bizə 3. D variantı. A və B ardıcıl tək natural ədəsi əbobu 1-dir, əkobu olsaydı hasilidir. Keçin növbəti sualımıza. ABC'də bərabər yanlı trapesiyadır. Daxilinə çevrə çəkilmişdir. Toxunma qulaq asın, bax bura bu təsəvvür ki, B buradan B-dən 2-dən toxunacaq. Bura 2 isə burada 2-dir. Bura 8 isə burada 8-dir. İndi bu bərabər yanlı olduğuna görə bura 2 isə buranı da 2'yi götürürəm. Deməli, burada 2. Deməli, onda bura 8-dirsə, bura 8-dir, burası. Onda bura 8-dir, burada 8-dir. Mən təzədən bu trapesiyanı çıxarıram çölə. İşimi rahat eləmək üçün. Buranı tapdım neçə? 4. Buranı tapdım neçə? 16. Buranı tapdım 16. Buranı da 10, 10.
Biz bura bir hündürlük atırıq. Atdıq hündürlük. Bura 4-dür, burada 4-dür. Ümumi 16, daxı 16-dan 4 çıxıram. Eləyir nə qədər? 12. 12-ni də 2 yerə verim. Bura 6-dırsa, burada 6-dır. Pifaqor qaydasına görə bura 10-dur, bura 6-dır, bura deməli 8 düşür. İndi sayı necə tapırıq? Oturacaqların cəmini, yəni 4 üzərinə gəlsin. Ümumi oturacağım 16 idi axı, aşağıda bax 16-dır. Bölünsün 2, vurulsun, hündürlüyümdə 8. 4-ün üzərinə 16 gəldim, eləyir 20. 20-yi 2-yə bölüm, eləyir 10. 10-u da 88-ə vururam, eləyir 80. Burada cavab eləyəcək C variantı. Keçin növbəti 10-cu suala. Burada diskriminantı tapanda 2-nin kvadratı 4 çıx, 3 vurulsun 1, vurulsun 4. Yəni bu da eləcək 4 çıxılsın 12, bu da mənfi 8-dir. Mənfi 8 deməli uşaqlar, diskriminant mənfi ola bilməz. Əgər diskriminant sıfırdan kiçik isə, deməli bu ifadə mənfi sonsuzluğa, müsbət sonsuzluğa doğrudur. Üst bucağın bir təpəsindəki daxili bucağı xarici bucağına bərabərdir. Bu uşaq düz bucağı, üst bucağı adi bir dənə qayda götürür. Bax, adi bir şey. Bura 30 dərəcədir, bura 60 dərəcədir. Tam ki, yəni bərabər götürə biləcək C variantı. Qrafikdə verilmiş funksiyanın qiymətlər çoxluğu. Qiymətlər çoxluğu varsa, deməli söhbət nədən gedir? Y-dən gedir. Y burada alır 5, mənfi 2 aralığında. Deməli, burada daxildir mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5. Mənfi 2 ilə müsbət 2, mənfi 1 ilə 1 yerdə qaldı bu. Bunu da cəmi eləyəcək 12 A variantı. Sonra deyir ki, AB hasilinin 5-ə bölünməsindən alınan qalığı tap. AB hasil. 9-u 5-ə bölüm neçə eləyir? 4. Qalığım 4. 2-ni 5-ə böləndə qalığım elə 2 idi. 4-ü vuram 2-yə arada vurmadı axı 8. 8-i təzədən 5-ə böləm, qalığım eləcək 3. Ədədin 45%. Ədədim, yəni 100-dən 45%, bu da eləyir 9. 100 də 5-ə böləndə eləyəcək 20. Burada necə yazırıq? 18 bölünsün x bərabərdir 12 bölünsün 8. Demək 4-ü xəsar paraq. Burada qalır 2, burada qalır 3. 18-də 3-ü tapanda burada qalır 6. 6-nı da 2-yə vuruq eləyir 12. Cavab D variantı. Yaxud da ki, belə yaza bilərsiniz. X vur 12 bərabərdir 8 vursun 18. Belə yaza bilərsiniz. Keçin növbəti sualımıza. Deyir ki, A çoxluğu. A çoxluğu hansı ədəddə daxildir? 1, 2, 3, 4, 5, 6. Üzərinə görə 5 çoxluğu 1, 2, 3, 4. Bu deyilir 10. Kvadratın tərəfini 9 dəfə artsa, perimetri də 9 dəfə artar. Çünki düz mütənasibdir. Bunu yazaq. X kubu üzərinə gəlsin Y kubu bərabərdir. X üstə gəl Y. X kvadratı minus X Y üzərinə Y kvadratı. Bax, bu ifadədə bununla bu ikisi. Ox qoyduqlarım. Bunu açaq. Bu qalır yerində. X üstə gələ Y bağla. Kvadrat çıx. 2x y, bu da mənfi x y olacaq. Yəni çıx x 2x y-dir. Onun çıxılsın x y də var da. Onda bərabər olacaq. Burada yazım. X üstə gələ y. Çatmadı orada. Çıx. İkisi də mənfi olanda 3x y eləyəcək. Məsələn. Bunu yerinə yazacağım 4. Bunu da yerinə yazacağım 4. Çıx 3x y-ni də yerinə yazacağım 3. Vur 3. Bax, 4 vurulsun. 4-ün kvadratı 16, çıxılsın 9. 16-dan 9 çıxanda 7 eləyir. 4-də 7 vurulur, eləyir 28. Perimetri 56 olan orta xətt 15, bərabər yanı trapesiya. Böyle çəkə bilməyəcək. Bərabər yanı trapesiya çəkirəm. Perimetri orta xətt 15-dir. Bura 15 yazırım. Bura A yazıram, bura B yazıram. X yazıram. A üstə gələk B bölünsün 2 bərabərdə 15 verir. Orta xəttin tapılma düsturu. Oturacaqların cəminin yarısı. A üstə gələk B bərabərdə 30. Bunu tapdım. İndi perimetrini tapaq. Perimetrinə də x üstə gəl x 2, x üstə gəl A üstə gələk B bərabərdir verir şərtdə mənə 56. Şərtdə ver mənə 56. A üstə gəl B neçə tapmışam? 30. Və bunu pozuram. Bura 30 yazıram. 2x üstə gəl 30 bərabərdir 56. 2x bərabərdir 56 çıx 30. 2x bərabərdir 26. X də bərabərdir 13. Bizə nə soruşur?
Yan tərəfi o da tapdıq 13. Düz xətt üzərində 4 nöqtə qeyd olunmuşdur. Şüaların sayı 2n. Yəni 2 vur 4 bərabərdir 8. Ədəd oxunan 3 vahid məsafədən kiçik desə 15-dən 3 çıxım deyir 12. Böyük desə toplayıram. Oturacaqlarım trapezi çəkirəm yenə də. 3a, bu da 5a. Orta xəttə verib 6. Yenə yazın. 3a. Üzərinə gəlsin 5a. Böl 2 bərabərdir 6. Bu eləyir 8a bərabər 2-ni də 6-ya vuram eləyir 12. A bərabər 12-ni də 8-ə bölüm 1,5. Bizdən kiçik olsa kiçik nə qədərdir? 3a. Yəni 3 vurulsun 1,5. 4,5 eləyir. 20-yi 5-ə baxırıq. 25-ci sualda bizə deyir ki, Venn diaqramı çəkək. İngilis, bir də rus. Bura rusdur, bu da ingilisdir. 11 nəfər hər ikisi buraya yazım 11. 15'i rusdur. 15'i rusdur demək bura 4 yazmır ki 4 ilə 11'in cəmi 15 eləsin. 17'si ingilis dilidir. Deməli 17 15'in bura düşür 6. Təsadüfi olaraq seçilən bir nəfərin ingilis və ya rus dilini bilməsi hadisəsinin ehtimalı. Ümumi nə qədərdir? 25. İngilis və ya rus dediyinə görə cəm götürəcəm. Birində desəydi yalnız ruslu götürəcəkdim. Ya ingilis desəydi bunu götürəcəkdim. İkisində deyinə görə bunu götürürəm. 4 ilə 11, 15, üzərində 6, 21. Cavab 25-də 21-dir. Ya da 21'i bölürsünüz 25'e tapırsınız neçə eləyir. Keçir bu da K'nın hansı qiymətində kvadrat təninin hər iki kökü 0'dır. Yəni x-ə verirəm 0. X-ə 0 verəndə bu getdi. Bu getdi. Yerdə bu qalır. K kvadrat çıx 2K bərabər 0. K'nın mötərizə kənarında K çıxsın 2 bərabər 0. Hər bir vurğu ayrı 0'a bərabər eləyirəm. K bərabər 2. Deməli, burada K'nın hansı qiyməti? K 0 olur. K 0 olanda bu da 0'a gedir. Bu da 0'a gedir. Bu da 0'a gedir. Onda x 0'a bərabər olur. Və K bərabər 0. Bizdən soruşur ki, bax, A-ya bərabər yazaq 2x. B-yə bərabər 3x. İndi bura baxaq. Burada B-yə 2K yazıram. C-yə də 3K yazıram. Burada 3x-dir, burada 2K-dır. Hər ikisini əkəm 6 tapıram. 6'nı 3'e böləndə, bunun 6'ya bərabər olması x'in 2 olmalıdır. Onda x'in yeni 2 qoyunda bu eləyir 4. Bunun da 6'ya bərabər olmasının k 3 olmalıdır. Yəni 2'ni 3'e vuranda 6. Onda 3'ü də vuracam k'ya 9. Bunlarda m yazaq. M. Düzdür? Əkab A-nın C hanı? 4m 9m. 4m 9m bərabərdir 120. M-i çıxarım mötərizə kənarına. 4, 9. Tənasib olduğuna görə MK, X belə yazırıq ha uşaqlar. Burada əkubu tapanda hasil götürüm. Yəni 36 M bərabərdir 120. M də bərabərdir 120 36'ya bölümü. Hə, bu 5 uşaq. Mən bura 5 yox 3 yazmışam. 5 3 çıxında bura 15 eləyəcək. Burada deməli AC 15. Bu 15'dir. 4 15'e olanda 60. 120'ni də 60'a böləndə eləyəcək 2. M-i tapdım 2. Bizə nə soruşur? B-ni soruşur. B buradır. Gətirən B-nin də yerinə, yəni 6 vursun 2. Bu da eləyəcək cavab 12.